2025-ci il bir sıra itkilərlə yadda qaldı. Bəzi məşhurlar aramızdan ayrıldılar. 2025-ci il girər-girməz soyuq yanvar ayının 5-də Bozbaş Pictures layihəsinin Ağsaqqal obrazı ilə tanıdığımız Azər Baxşəliyev dünyasına dəyişdi. Mən konkret ölürəm. Mən danışdım elədim uşaqlarla da ki, acı bezmişəm, bəs də ölüm. Gör neçə yaşındayım. Ağsaqqal. Hara ölürsən sən? Sən ölən vaxtındır. Börək çatışmazlığından əziyyət çəkən 40 yaşlı aktyorun bir qızı yadigar qaldı. İstedadlı aktyor Qurd Qapısı qəbirstanlığında dəfn olundu. Ölüm elə vaxt gələ bilər ki, sən onu heç gözləmirsən. Tez olmağını da istəməzdim. Mən elə gəl heç kəs istəmir. Vicdan haqqı serialından Larissa obrazıyla məşhurlaşan Çimnaz Sultanova isə Başa düşürsən? Sən mənə ultimatum qoyursan? Nə təstəyirsən elə də başa düş. yanvarın 15-də vəfat etdi. 45 yaşlı aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişdi. Aktrisanın keçmiş həyat yoldaşının professor olduğu, Almaniyada yaşadığı, cütlüyün bir oğlunun olduğu bildirilir. Aktrisa Əmircanda dəfn edildi. Heç kəs məni sənin ayağına gəlməyə məcbur edə bilməzdi bəy. 7 oğul istərəmin Cəlalı, xalq artisti Ənvər Həsənov da bu il aramızdan ayrıldı. 75 yaşlı aktyor 2025-ci ilin yanvarında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib, fevralın 3-ü evə buraxılmışdı. Uzun sürən xəstəlikdən sonra mart ayının 16-sında vəfat edən Ənvər Həsənov Buzovnada həyat yoldaşının məzarı yanında dəfn edildi. Xalq artisti, muğam ifaçısı və pedaqoq Arif Babayev 2025-ci il avqustun 1-də 87 yaşında aramızdan ayrıldı. Ağdamın işğaldan azad edilməsinə şahidlik edən muğam ifaçısı ömrünün son illərində doğulduğu torpaqları ziyarət edə bildi. Bir neçə dəfə səhhəti ağırlaşan xalq artisti sonuncu dəfə kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Xalq artisti 1-ci Fəxri Xiyabanda dəfn edildi. Arif Babayevin ölümündən 2 gün sonra avqustun 3-də xalq yazıçısı Elçin Əfəndiyev gözlərini əbədi olaraq bu həyata yumdu. 82 yaşında dünyasını dəyişən Elçin Əfəndiyev 1993-2018-ci illərdə baş nazirin müavini vəzifəsində işləmişdi. Məşhur yazıcı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açan 60-cılar nəslinin parlaq nümayəndəsi hesab olunan Elçinin bədii yaradıcılığında Ölüm hökmü romanı xüsusi yer tuturdu. Yazıcı 1-ci Fəxri Xiyabanda dəfn olundu. Avqust ayında daha bir tanınmış sima, Vicdan Susanda əsəri ilə milyonların könlünü fəth edən yazıcı Vidadi Babanlı 98 yaşında dünyasını dəyişdi. Dərd məni dinləndirir. Öz evində qonaq, mənim gizlinlərim, gəlin, Ömürlük Cəza adlı məşhur əsərləri ilə xatirələrə köçən yazıcı doğulduğu Qazaxın 1-ci Şıxlı kənd qəbirstanlığında torpağa tapşırıldı. 2025-ci ilin sentyabrın 13-də Azərbaycan mədəniyyəti daha bir itki yaşadı. Xalq artisti Hacı Murad Yagizarov vəfat etdi. 86 yaşlı aktyor Almaniyada müalicə olunduğu Münhen şəhərində dünyasını dəyişdi. 1962-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında işləyən aktyor, Azərbaycan kinosunun incilərindən sayılan Arşın Malalan, Aygün, Bağ mövsümü, Bir Cənub şəhərində, Böyük Dayaq, Ulduz, Uzaq sahillərdə kimi məşhur filmlərdə unudulmaz obrazlar yaratmışdı. Xalq artisti Hacı Murad Yagizarov 2-ci Fəxri Xiyabanda dəfn olundu. Nə qədər səhnəyə çıxmaq istəyirsiniz? Allah qismət eləsin, sənin uşaqların üçün, nəvələrin üçün, nəticələr üçün də çıxış eləyədi. Son illərin bəlasına çevrilən qəfil ürək tutması istedadlı komediya aktyoru, əməkdar artist Cabir İmanovu aramızdan ayırdı. Parniz Baku KVN komandasının üzvü, Planet Parniz Baku teatrının aktyoru olan Cabir İmanov bir sıra obrazlarıyla tamaşaçıların sevimlisinə çevrilmişdi. Sentyabrın 29-da idman zalında infarkt keçirərək dünyasını dəyişən 49 yaşlı aktyor Yasamal qəbirstanlığında dəfn edildi. Sən bilərsən, uzaq qovum yaxşıdır, yoxsa yaxın qonşu? Səsi ilə hər kəsin zövqünü oxşayan bədli qiraət ustası,
Xalq artisti Əminə Yusif qızı isə 9 oktyabrda ömrünün 89-cu ilində vəfat etdi. Xalq artisti Qurd Qapısı qəbirstanlığında dəfn olundu. Askerde görüştük seninle. Ancak fakat ani oldu bir salın senin. Gittin şirin acı hatirelerle kaldı yattasımda. Hayalın senin. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Əli Səmid Kür oktyabrın 13-də vəfat etdi. Şair ömrünün son günlərində qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Gedirsən, qəmin üstünə söyüşə-söyüşə, yaşamaq üçün, ölməmək üçün. Atlar örüşə gedir, kentavrular döyüşə. Acıdı dəyirman daşları, dən gözləyir əvvəl-axır. Tanrı dinmir, Tanrı susub, çörəyimiz daşdan çıxır deyən şair 71 yaşında bu dünyaya gözlərini yumdu. Məşhur tar ifaçısı, solo ifaları ilə yaddaşlarda iz qoyan xalq artisti Ramiz Quliyev 2025-ci ilin 15 oktyabrında vəfat etdi. 78 yaşında dünyasını dəyişən xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn edildi. Həqiqət işığında və Bəyaz Həyat teleseriallarında yadda qalan obrazlar yaradan aktyor Rəşad Bəxtiyarov isə ömrünün 47-ci payızında bu həyata vida etdi. Akademik Milli Dram Teatrının aktyoru olan əməkdar artist Rəşad Bəxtiyarov ağciyərində yaranan xəstəlikdən əziyyət çəkirdi. Aktyor uzun sürən xəstəlikdən sonra 2025-ci ilin 16 oktyabrında vəfat etdi. Mərhum Sabunçuda dəfn olundu. ...2023-cü ilin dekabrında infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib, açıq ürək əməliyyatı keçirmişdi. Bir sıra sosial verilişlərin populyar simasına çevrilən əməkdar artist Vahid Əliyev bu əməliyyatdan sonra 2 il yaşaya bildi. Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorlarından biri olan Vahid Əliyev 6 noyabr 2025-ci ildə 73 yaşında dünyasını dəyişdi. Aktyor Badamdar qəbirstanlığında dəfn olundu. Vahide, gözüm yok devlette var, Yığmadım devlete, hey kazanır. Okudum, öğrendim, gördüm, götürdüm. Gitmeyeceğim bak, kadın. Uzun illər öz rəqsləri ilə səhnələrə meydan oxuyan Roza Cəlilova 97 yaşında bu dünyaya vida edir. Gülüstan rəqs ansamblı ilə milli rəqs sənətinin inkişafına töhfə verən xalq artisti 1949-cu ildən səhnə fəaliyyətinə başlamışdı. O, ömrünün son illərinə qədər gənclərə rəqsin sirlərini öyrədirdi. Noyabrın 19-da vəfat edən sənətkar Qurd Qapısı qəbirstanlığında dəfn olundu. Mən istəyirəm yüzü qutaram, sonra Allah kərimdir. Belə hər bir mən ürəyimdə arzu. Heç olmasa yüzü görüm. Yüz özünü göstərəcək ki, bizim Azərbaycanda 100-ə qədər insanlar yaşayır. Bax buna görə istəyirəm. Şairlər arasında xüsusilə də məclislərdə nüfuzu ilə seçilən Qəzəlxan Arif Buzovnalı da 2025-ci ildə vəfat etdi. Mən də dünya görmüşəm, azdırma ey dünya məni, çox müsibətlər çəkəndən sonra insan olmuşam. Klassik üslubda qəzəllər yazan şair təhsilini yarımçıq qoyaraq 1-ci Qarabağ müharibəsində iştirak etmişdi. Ey bəlakəşlər, sizə həmdərd olan Arif mənəm. Haqqı elan eləmək üçün mən Qəzəlxan olmuşam. Arifəm, ey kaş görüm azad səni, xürrəm səni, var ola amin deyən dillər, dodaqlar, ey vətən deyən şair uzun sürən xəstəlikdən sonra noyabrın 22-sində 53 yaşında vətəni ilə vidalaşıb bu dünyadan köç etdi. Arif, sən də öldün, başladı adət. Bir
Biraz qurdalanıb getdi cəmaət. Bircə çadır qaldı yasnan əlamət. Onu da sahibi söküb apardı. Onun ömrünə isə faciəli ölüm yazılmışdı. Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirdi. Həm böyüklər, həm də uşaqlar onun üçün hazırladığı milli geyimlərlə insanların könlündə taxt quran Könül Vəlibəyli yanğın zamanı həyatını itirən 3 nəfərdən biri idi. Ömrünün 48-ci payızında vəfat edən Könül Vəlibəylinin Ləman adlı qızı yadigar qaldı. Mərhum Masazır qəbirstanlığında torpağa tapşırıldı. Sevilən aktyor Yaşar Nurinin qızı Ülviyə Yaşar qızı isə 47 yaşında dünyasını dəyişdi. Noyabrın 15-i gecə saatlarında ürək çatışmazlığından vəfat edən Ülviyə Yaşar qızı ömrünün son dəqiqələrində bacısına zəng edərək "Özümü çox pis hiss edirəm, anama de, gəlsin" deyə bilib. Amma anası yetişənə qədər o dünyasını dəyişmişdi. Ülviyə Yaşar qızının 13 yaşlı bir qızı yadigar qaldı. Arzusu Şuşa teatrını Şuşada bərpa etmək olan Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, əməkdar artist Yadigar Muradov da 2025-ci ildə vəfat etdi. Uzun sürən onkoloji xəstəlikdən sonra noyabrın 18-də dünyasını dəyişən sənətkar yaratdığı obrazlarla tamaşaçıların sevimlisinə çevrilmişdi. Mərhum Badamdar qəbirstanlığında dəfn edildi. Uzun yol gedirəm, kim bilir bəlkə sonu yox. 37 yaşlı müğənni Vlada Axundova da faciəli ölümü ilə sevənlərini kədərə boğdu. Sərnişin kimi mindiyi Toyota markalı avtomobildən enərkən arxadan gələn Hyundai Elantra markalı maşın müğənnini vurmuşdu. Oktyabrın 31-də baş verən hadisə zamanı müğənni ilə hadisə yerində dünyasını dəyişmişdi. Vlada Axundova Səs Azərbaycan yarışının iştirakçısı olmuşdu.